Berber Vüsal xırdalan. İstəmirdim sən üçün video çəkəm. Komentariyaları oxuyuram. İnsanlar səndən məzələnir, sən də biraz ciddi alırsan. Bəzisi deyir ki, belə eləmə, filan bəs imkan. Sən sanki insanları daşşağıva dolamısan. Belə video adam deyir ki, ola bilməzsən sən falan. Sən də girib komentariya yazırsan. Yox, vallah mənəm. Biri deyir, sənətkar nə bilim filan. Mən sənətkar, mən bərbər deyirəm, mən sənətkaram, nə bilim nə yəni. Heç kəs öz işini dayanmadan bu qədər bəyənmir. Sənə sənətkar deyənin var, yoxun sikimdir. Eləmə Vüsal. Gəncsən, psixologiyan pozular. O qədər pisləyərlər səni. O qədər sənə məsxərə edərlər. Yanıma gələn müştərilər artıq utanar yanıma gəlməyə, kadrda görünməyə. Müştərin olmaz. Bu olmayan populyarlığın ki var, sənə ağır zərbə vurar. Sən indi elə düşünürsən ki, çox populyarsan və çox tanınmış dünya səndən danışır. Yəni elə deyil də, çox pis travma alarsan. Düzdür, biraz psixoloji problemin var, bəllidir danışıqlarına, hərəkətlərindən. Biraz özü belə gicdallaq kimi aparırsan. Bu yaxşıya bir şey deyil. Sabahları sənin müştərilərinə o qədər məzələnərlər artıq komentariyalarda. Cəmaət onları oxuya-oxuya sənin yanıma gəlməz. Və sənin müştərin olmaz, qalarsan sik kimi ortalıqda tək. Sonra ürəyin partlayar ki, mənim məşhurluğum nə oldu? Yəni o qədər belə məşhur kimi qalxıb siktirən olub. Sonra pis təsir edirsən, qaqa. Get bərbərliyi elə, bərbərsən sən, sənətkar zat deyirsən. Pol boks eləyən asan da sənətkar olub da. Yəni onun indi yeni adı var da, krop murop deyirlər. Hə? Maskuru qoy başına, bir dənə maşınka ilə qıraqlarını götür, o saç qırıqsan da. Yəni başqa nə indirsən? Nə indirsən orada? Ev tiksən saçın üstündə. Perixotdu verirsən, hər kəsin verdiyi perixotdu da, azdan çoxa. Yəni eləmə qaqa, eləmə. Vallahi bax görsən nə qədər normal danışıram hələ, eləmə. Sən əsəbləşirəm. Milləti sanki daşşağıva sarmısan. Oğraş deyəndə bir dənə sənin yanına yalanlar üçün söz söyləyirəm. Göt deyəndə müştərini belə snayperlə axtararsan. Eləmə də. Milləti alçatmağa çalışma. Digər bərbərləri alçatmağa çalışma. Oğlanlar var Azərbaycanda götü ilə bərbərlik eləsə səndən yaxşı saç kəsər. Səsini çıxarmır, işin göstərir. Qoy işin danışsın, sən danışma. Əlində dəftər qalmısan, nə bilim, dəftər alan yerdə. Bizim daşşağımıza ki dəftər alırsan. Dönər yiyən yerdə. Bizim daşşağımıza sıçar ki dönər yiyirsən. O biri bərbərlər ikra yiyir bəyəm, sən dönər yiyirsən. Osturaqsan, hamısı dönər yiyir də. Yəni bu sənin elədiyin izlənmək üçün ola bilər, amma insanlarla bildiyin sikifə sarımsan insanları. Eləmə o sik fırlanar, girər axırda bir gün götüvə, sonra qalarsan götünü ağrıya. Eləmə belə. Dədə, məsləhət verirəm sənə, eləmə. Yazıqsan, eləmə.